Mən verdiyi Ceyhun Yaquboğlu, Ceyhun zirvə kimi tanınır Ramazan çoxdan, yəni xeydarların içində. Zabra kəndini təmsil edirəm meyxanda. Sənətlə 99-cu ildən məşğul olmuşam. İlk dəfə təxminən 13-14 yaşlarıma düşür, 99-cu ildə başlamışam, 13-14 yaşlarıma düşür. Valla çox olub, təkbətəklər çox olub, indi o vaxtdan çox olub. Palıd sözünə həm qafiyə, şabalıd, çoxdur yəni. Bu sənətdə rəqib anlayışı biraz düzgündür, çünki o təbdən meyxana təbdən asılı olan bir şeydir, yəni. Vaxt olar ki, mənim təbim güclü olar, bir başqa rəqibin təbi güclü olar, o düşdüyün auditoriyadan, düşdüyün məkandan çox şey asılıdır meyxana. Mənə görə ən güclü meyxanaçı, yəni meyxanın güclü meyxana deyən çoxdur, yəni amma Kərimi sevmişəm mən, Kərimin meyxanasını həmişə özümə daha belə mənə doğma gəlib Kərimin meyxanası. Şükür Allaha, bəli. Yaşadığım qədər yaşamışam, yəni sənət enişli də olub, yoxuşlu da olub. Meyxan deyəndə qışqıranlara münasibətim sözün açığı mənfidir. Yəni meyxana qışqırmağı sevmir. Meyxana əksinə elə bir sənətdir ki, ona qulaq asan dincəlməlidir. Ona qulaq asan yorulmamalıdır, bezməməlidir. Gənc yaşlarımda Allah rəhmət etsin, rəhmətli Məşəd Baba ilə, çoxları ilə səhnə bölüşmüşəm. Yəni ilk dəstək olub sifdə vaxtlar onlar. Sonradan elə yəni çox adamlar olub, çox meyxan deyənlər olub. Özüm valla onu demək düzgün olmaz, çünki o biraz belə bir şeydir ki, ad-bad çəksək biraz yaxşı çıxmaz. Mənə elə ki, başlarına çaxmış olaraq da, yəni elə onu deməsək daha məsləhətlidir. Çünki onlar özləri bilirlər kimə dəstək olmuşam. Mən əksinə həmişə yəni rəqibin zəif olanda, yəni hansısa bir məclis olanda, rəqibin zəif olduğunu hiss eləyəndə həmişə istəmişəm ki, çalışmamışam, sıxam onu, yəni gözdən salam, ona çalışmamışam. Əksinə istəmişəm ki, dəstək olam ki, yəni məclis daha gözəl keçsin, yaxşı keçsin. İstəməmişəm onu gözdən salam, alçaqlayam, yəni o belə şeylər olmuyor. Əksinə biraz istəmişəm ki, kömək olam. İlk dəfə kütlə qarşısında elə 99-cu il, 2000-ci illərdə elə Zabra kəndində kütlə qarşısında meyxana demişəm. O da çox elə uğurlu alınıb. Elə ilk uğurlarım da ondan başlayıb.